Hər vaxtınız xeyir olsun, əziz xanımlar, əziz balalarımız. 20 yanvar hər günümüzün acısıdır, dözülməz acısıdır. Çünki sülh sevər bir ölkənin, millətin, dinç, sakit sakinlərini amansızcasına qətlə yetirdilər. Bu bizim qan yaddaşımızdır. Bu bizim ölkəmizin, vətənimizin, millətimizin qan yaddaşıdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Yatdığı yer nurla olsun. Əzizlərim, mən sizə bir Rus zabitinin xatirələrini oxumaq istəyirəm. Hava Desant Diviziyasının komandanı General Aleksandr Lebed bu həmin orada olan komandirlərdən biri olub. Qara yanvar hadisələrinin Sovet hərbçilərinin xatirələrində necə qaldığını imperiya üçün ayıb. Kitabında belə xatırlayır. Kitabın adı İmperiya üçün ayıb. Əskərlər zirehli maşınların üzərinə quraşdırılmış pulemyotlardan və şəxsi silahlardan ateş açırdılar. Vəziyyətin absurdluğunu o hal ağırlaşdırırdı ki, ateş zamanı küçələri, yolları bağlamış piket iştirakçıları ətrafa səpələnərək güllələr, əsasən yaralılara kömək cəhdi göstərənlərə tuş gəlirdi. Barikadaları qabağına qatıb süpürən tanklar önlərindən çıxan avtomobilləri və rəhmsizcə əzib keçənləri əzirdilər, güllələyirdilər. Bu zaman onların maşınların içərisində insanların olub-olmaması heç qayğılanırdı. Vəhşilik ən son həddə idi. Şəhidlər olub, danışırdılar ki, şəhidlər ölüb. İnsanların arasında xüsusilə ağlasılmaz cəsarətli gənclər var idi ki, yolun ortasında yerə uzanaraq zirehli maşın kolonunun hərəkətini davam etdirməsinə maniçilik törətməyə cəhd edirdilər. Kolon rəhimsiz idi. Vaxt itirmədən və heç nəyə məhəl qoymadan hərəkətinə davam etdirildi. 19-undan 20-sinə keçən gecə Rus qoşunları hər bir halda şəhərə daxil oldular. Ancaq məsələ burasındadır ki, Sovet hərbi maşını bir Sovet şəhərinə hücum çəkmişdi. İşğalçı ordu kimi. Gecənin bir aləmində tanklara və təpədən dırnağa silahlanmış zirehli maşınlarla yolunu od alıqla və obrazlı desək, qılıncla təmizləyərək qırğında iştirak etmiş hər bir komendantın dediyinə görə həmin gecə sursat sərfiyyatı nə az, nə çox düz 60.000 güllədən ibarət olur. Demək ki, bu statistikadır. 60.000 güllə dinç əhalinin üstünə yağdırılır. Sumqayıt yolunda bir sərnişin avtomobili yolun kənarında dayanmışdı. Tank kolonunun buraxılmış içərisində Elmlər Akademiyasının 3 alimi, bir qadın olmaqla 3 profesör. Qəfildən tankın bir kolonundan çıxdı, metaldan olan tırtılları ilə bütün sərnişinlərini əzərək maşının belinə mindi. Kolon dayanmadı. Şəhərdə möhkəmlənmiş düşməni məhv etməyə tələsirdi. Çünki deyər rejissor Stanislav Govorokhin bu hadisə barədə qeydlərində yazır. Narkotik vasitələr və alkohol içki qəbul edildikləri iddia olunan Bakıya daxil olmuş Sovet əskərləri gecənin qaranlığında və hədsiz qarmaqarışıqlıqda hara atəş atışdıqlarını heç özləri belə bilmirdilər. Bu, heç onların veclərinə də deyildi ki, avtomatlardan çıxan güllələr uşağa, qadınlara və qocalara tuş gələ bilərdi.